İkinci oxunuşda müzakirə olunan qanun layihəsi mahiyyət etibarilə 1998-ci ilə qəbul edilmiş uşaq hüquqları haqqında qanunun müasir çağırışlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihədə uşaq hüquqları üzrə dövlət təminatlarının daha aydın və sistemli formada təsbit olunması, xüsusilə çətin həyat şəraitində olan uşaqlarla bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi müsbət addımdır. İkinci oxunuşun predmetinə uyğun olaraq iki konkret təklifimi diqqətinizə çatdırmaq istəyirəm. Maddə 53-də baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqlarını qorunması və sosial reabilitasiya məsələləri əksini tapır. Hesab edirəm ki, bu maddədə nəzərdə tutulan müdafiə mexanizmləri ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanlarının konkret hesabatlılıq öhdəlikləri, monitoring və qiymətləndirmə mexanizmləri də normativ şəkildə daha dəqiq müəyyən edilməlidir. Xüsusilə sosial reabilitasiya tədbirlərinin icrasına dair dövrü hesabatlarının hazırlanması və nəticə yönümlü qiymətləndirmə mexanizminin tətbiqi qanunun praktik effektivliyini artıra bilər. İkinci təklifim maddə 54-ün təkmilləşdirilməsi ilə bağlıdır. Həmin maddədə çətin həyat şəraitində olan uşaqlara sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyət tələblərini müəyyən edir. Hesab edirəm ki, bu maddənin məntiqi davamı olaraq uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair konkret müddəalar da əlavə edilməlidir. Xüsusilə zorakılıq, aqressiya və asıllıq yaradan kompüter oyunlarının istifadəsinin məhdudlaşdırılması, valideyn nəzarət alətlərinin təşviqi, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə sistemli maarifləndirmə tədbirlərinin keçirilməsi, oyun və digər rəqəmsal kontent üzrə məcburi yaş kateqoriyası sisteminin tətbiqi və nəzarət mexanizminin gücləndirilməsi qanunvericilik səviyyəsinə öz əksini tapsa, düşünürəm ki, daha effektli olar. Bugün uşaqların qarşılaşdığı risklərin mühüm hissəsi artıq fiziki mühitdən deyil, məhz rəqəmsal mühitdən qaynaqlanır. Ona görə də uşaqların psixoloji və mənəvi inkişafının qorunması yalnız sosial müdafiə mexanizmləri deyil, eyni zamanda texnoloji təhlükəsizlik sayəsində də bağlıdır. Bir çox inkişaf etmiş ölkələr bu istiqamətdə konkret hüquqi mexanizmlər formalaşdırır. Biz də uşaqların sağlam, təhlükəsiz və balanslı rəqəmsal mühitdə böyüməsini təmin etmək üçün qabaqlayıcı addımlar atmalıyıq. Hesab edirik ki, təqdim olunan layihədə ümumilikdə müsbət qiymətləndirilməlidir və qeyd etdiyimiz təkliflərin nəzərə alınması qanunun daha effektiv və müasir olmasına xidmət göstərə bilər.